Müğənni Aynur Dadaşova açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi gün ortası verilişində şəxsi həyatı ilə bağlı sualları cavablandırıb. Aynur ayrılmağına peşman olduğunu etiraf edib. Düzgün seçim etmişdim. Nədənsə hər şeydə səbrini saxlayan Aynur bir şeydə səbirsiz oldu. Çox heyfslənirəm. Gərək biraz da səbirli olardım. Allah şeytana lənət etsin. Aparıcı Zümrüd Bədəlovanın söhbət ailədən gedir sualını Dadaşova təsdiqləyib. Bəli, insanın özünün özünə etdiyi pisliyi milyon insan yığılsa edə bilməz. Hər şeydə səbirliyəm, o qədər dözərəm. Etdim də, az olmadı, amma onda niyə səbr etmədim, bu məni çox düşündürür. Peşmançılıq bilirsiniz nədir? Kişi üçün heç nə eyib deyil. Qadın nə etsə deyirlər eyibdir. Qadın üçün nəsə addım atmaq, nəsə yaşamaq eyib sayılır. Düşünürsən ki, sabah haqqında pis deyərlər. Hələ tanınmışlar üçün bu daha da çətindir. Amma sevib sevilmək hər bir insanın haqqıdır. Bu, nə yaşdan, nə də sənətdən asılıdır. Mən də istəyərdim sevim. Deyir, insanın həyatında ikinci bahar olur. İndi mənim həyatımda bunun olub-olmayacağı məni düşündürür. Qeyd edək ki, Aynur Dadaşova həyat yoldaşından xəyanətə görə ayrıldığını açıqlayıb. Onun 2 övladı var.